Məntiqdən qəbula düşmüş belə bir çətin şifrə sualına baxaq. Sualda bizə nə deyir? Deyir ki, bizə 5 söz verilib və onların hərfləri uyğun olaraq dairələrlə şifrələnib. Nə deməkdir? Tutaq ki, məndə bir dənə sözün deyək ki, şifrəsi olsun, şifrələri olsun, məsələn, bu dairə. Məsələn, bu dairədə hansı rəqəmlər var? 2, 7, 8, 9, 100. Mən də burada sözləri qeyd eləmişəm, bir də şifrələri qeyd eləmişəm. Deməli, birinci dairəyə tutaq ki, aiddir 2, 7, 8, 9, 3 rəqəmləri və yaxud da hərfləri. Sonra digər dairəyə aiddir 2, 7, 8, 9, 5. Sonra bəs buna 2, 7, 8, 5, 6. Bu dairəyə 2, 7, 5, 6, 4. Bir də sonuncu dairəyə də aiddir 2, 6, 5, 9, 1. Hə, yaxşı, bəs bundan sonra nə edəcəyik? Ümumiyyətlə, burada diqqətli olmalıyıq, ortaq hissələrə baxmalıyıq. Məsəl üçün, diqqətli olsaq görərik ki, burada 2 bütün dairələrdə ortaq hissədədir. Yəni, nə deməkdir? Məndə bütün sözlərdə hansı hərfdir ki, bütün hərflərdə var, yəni, ortaqdır. O da M hərfidir, düzdürmü? M hərfi məndə bütün sözlərdə var və bütün dairələrdə də 2 olduğu üçün deməli 2-yə nə uyğun olmalıdır? 2-yə uyğun olmalıdır M, yəni B variantı. 2-yə gedir B. Orada yazıram ki, 2-nin kodu M-dir. Davam edək. Bəs bundan sonra hara ilə davam eləmiş olar? Məsələn, burada diqqətlə baxsaq görərik ki, 1, 4 və 3 və bunlar yalnız bir sözdədir. Yəni, ortaq olmayan, belə deyim də, hərflərdir. Digər sözlərdə yoxdur. Bu da hansı hərflərdir? Yalnız bir dənə yerdə istifadə olunub. Baxsaq görərik ki, bu Y hərfidir, sonra O hərfidir, bir də N hərfidir. Bu 3 dənə hərf başqa yerdə istifadə olunmayıb, düzdürmü? İstifadə olunmayıb. Deməli, bunların kodunda 1, 3, 4 olmalıdır. Hərəsində biri, belə deyək. Düzdürmü? Yaxşı. İndi bəs burada nə etməliyik biz? Görürəm ki, məsələn, bu merci sözünü qoyuram bir qırağa hələ. Miyanla mayor sözündə hər ikisində nə var məndə? Ortaq hissələr var. Hansıdır ortaq hissələr? Y ilə adı. Bəs digərində ortaq hissə var idimi? Digərində, yəni bir dənə R var, düzdür, amma 2 dənə ortaqdan söhbət gedir, 2 dənə ortaq hissə yoxdur. Deməli, mən ümumiyyətlə gəlim hələ tapım o 1, 3, 4-ü burada. 1 buradadır, 4 buradadır, bir də 3 buradadır. Hə, deməli, burada 2 dənə şifrədə, elə 2 dənə də ortaq hərf olmalıdır. Bu da hansıdır məndə? Yəni, diqqətlə baxsaq görərik ki, elə bunlardır da, qabağındakılardır. Amma hələ ki, dəqiq bilmirik hansına aiddir. Yenə deyirəm, burada mən bildim ki, deməli, 1 ilə 4, bir də 3 nədir? Yalnız bir dənə sözlərdə istifadə olunan hərflər. Yəni, yalnız bir dənə yerdə var da, başqa yerdə yoxdur. Və mən bildim ki, bunlar da məndə hansı hərflərdir? Deməli, O, N və Y. Və həmin sözləri seçdim. Hərəsi bir dənə sözdədir. Və bundan sonra görürəm ki, məsələn, miyanla mayor sözündə də ortaq hissələr var. Məsələn, merci sözündə heç bir mən ortaq hissə görmürəm, düzdürmü? Ona görə hələ ki, bizə köməklə eləmir bu. Onda davam eləyək. Məsəl üçün, mən dedim ki, Y ilə A burada ortaqdır. Yəni, Y ilə A-nın kodu ya 5-dir, ya nədir? Deməli, 6-dır da, düzdürmü? Avtomatik. Onda mən merci sözündəki o fərqli hərfi tapa bilərəmmi? Tapa bilərəm. Yəni, onda mən bildim ki, O ilə N ya 4-dür, ya 1-dir. Hələ ki, dəqiq bilmirəm. Burasını saxlayaq. Amma mən Y-nin kodunu avtomatik tapa bilərəm. Çünki bildim ki, miyanla mayorun sözləri bu 2 dənədir, kodları. Amma dəqiq bilmirəm hələ ki, hansına aiddir. İndi onu da tapacağıq. Amma bilirəm ki, Y hərfinin kodu nədir onda? Y hərfi elə 3-dür də. Daha doğrusu, yəni merci-nin kodu nə imiş? 2, 7, 8, 9, 3. Bu 3 də nəyin koduymuş? N-in kodu. Deməli, 3-ə aiddir Y hərfi. Y hərfi də hansı variantdadır? Deməli, C variantında. Olsun, bu C variantında. Sonra, qaldı indi bizdə bir dənə birinci, əslində hamısına tapa bilərik. Hələ ki, davam edək, görək nə edirik. Sonra deməli, tapmalıyıq məsəl üçün birincini. Birincidə də nəyə fikir verməliyik? Məsələn, burada digər hərflərdə bir dənə göz gəzdirək. Məsəl üçün, mais sözünə bir dənə diqqətlə baxaq. Mais sözü ilə miyan sözünə baxaq. Burada ortaq hissələrdə bir dənə diqqətli olmalıyıq. Məsələn, A hərfi, Y hərfi, bir də İ hərfi ortaqdır. A hərfi, Y hərfi, bir də nədir? A hərfi ortaqdır. 3 dənə hərf ortaqdır. Mais ilə miyan sözündə. Deməli, bu hansı sözdür ki, burada 3 dənə ortaq olmalıdır? İndi həmin sözü tapaq. Bilirəm ki, bu 2 dənə kodlar elə bunlara uyğundur.
Yəni diqqətlə baxsaq görərik ki, 5-dən 6-dır da. 5-dən 6-dır. 5, 6, bir də hansı olar burada? 5, 6, 7. Yəni fikir verin bura. 5, 6, 7. Həm burada da var 3 dənə ortaq. Amma digərində belə ortaqlıq yoxdur. Məsələn, ola bilər, bəlkə fikirləşə bilərsiniz, bəlkə bu olsun. Deyə bilərsiniz ki, 5, 9, 7. O artıq düz gəlmir axı. Məsələn, 5, 9, 2 dənə ortaq olur digəri ilə. Amma mənə lazımdır ki, 3 dənə ortaq olsun. Bu sözlə, məsələn, 2 dənəsi ortaq olur. Amma mənə lazımdır 3 dənə ortaq. 3 dənə ortaq da həqiqətən də bu 7, 5, 6-dır. Burada da 7, 5, 6 var. Kim aydındır sizə? Deməli, məndə 7, 5, 6 burada A-yı ilərin kodlardır, amma dəqiq bilmirəm hələ ki hansınındır. Amma bilirəm ki, burada bu 3 dənədən biri uyğundur. Və fikir verirsə, bu miyan sözündə birlə, daha doğrusu bunu hələ biz dəqiq bilmirik. Bu oxu biraz buradan silək. Bunu hələ biz dəqiq tapmamışıq hansına aiddir. Sadəcə qeyd eləmişdim mən. Hə. İndi burada edəcəyim şey nədir? Məsələn, baxıram, görürəm ki, burada. Məsələn, bayaq nə dedim mən? Dedim ki, burada məsələn mais sözünün kodu onda avtomatik bu olmaz ki. Niyə? Çünki bilirəm ki, miyanla mayorun sözü uyğun olaraq deməyək də, yəni bu iki dənədən biridir, amma dəqiq bilmirəm hələ ki hansıdır. Dəqiq bilmirəm bunları. İkisindən biridir. Onda indi bir dənə burada diqqətli olaq. Məsələn, hansı hərfdir ki, məsələn burada fərqlidir də. Məsələn, M-in kodu 2-dir, bu tapılıb, düzdürmü? Yəni burada bilirəm ki, 7, 5, 6, 7, 5, 6 A-yı və I hərfləridir. Bir dənə burada S qalıb tək. Bu S də nədir? Tək qalan 8-dir. Bir dəfə təkrar edirəm. Burada bir dənə məndə 7, 5, 6 ortaqdır. Amma bir dənə burada 8-dir ki, bu 8 burada ortaq deyil. Və bir dənə şey də yoxlaya bilərik. Görək hələ 8 başqa harda var? 1, 2, 3 dənə yerdə var. Baxaq 1, 2, 3 dənə yerdə varmı? Yəni S 1, 2, 3 dənə yerdə var. Bəli. Deməli 8-in kodu nə imiş? S imiş. 8-də tapdıq. Sonra davam edək. Onda mən nə edə bilərəm burada? 8-i tapandan sonra məsələn gələk bu sözə. Mən bildim ki, bayaqları 8-in kodu bu S-dir. Bu da tapıldı. R-lə A-nı tapa bilərik burada. R-lə A-da. Bir dənə diqqətli olaq. R neçə yerdə istifadə olunub? 1, 2, 3 dənə yerdə istifadə olunub. A bəs 1, 2, 3, 4 dənə. Hə, məsələn A-nın kodunu tapa bilərik. Məsələn, burada mən nəyi tapmamışam? 7 ilə 9-u tapmamışam, düzdürmü? 7 ilə 9-u tapmamışam. Bu digərləri məndə bəllidir. Bax, bəlli olanlar budur. Bax, S tapıldı, 8-dir. Bax, bunu yaza da bilərik üstündə. Bu M-dir, bu S-dir. Sonra digərləri tapılıbmı? Hə, 3 də tapılıb, 3 də 7. 3 də 7. Hə, indi fikir verək, bu merci sözünün kodudur da. İndi burada mersidə hansı hərflər tapılmayıb? Deməli, R və I hərfləri tapılmayıb. R və I. R və I başqa harda var məndə? I neçə yerdə var? 1, 2, 3, 4 dənə. R bəs 1, 2, 3 dənə yerdə var. Bir dəfə təkrar edirəm. Məndə R hərfi 1 dənə, 2 dənə, bir də 3 dənə yerdə var. Onda R-nın kodu nə olmalıdır? R-nın kodu rəqəmlərdə də 3 dənə yerdə olmalıdır. Yəni 3 dənə rəqəm olmalıdır. O da hansı olmalıdır? Ya olmalıdır məndə 7, ya da olmalı 9. Baxaq hələ. 1, 2, 3, 4 dənə 7 var. Amma mən dedim ki, R neçə olmalıdır? 3 dənə. Deməli, R 9 olmalıdır. Onda avtomatik I nə olacaq? I də olacaq 7. Kim aydınsa. Deməli, indi burada davam edək. Bir dəfə təkrar edirəm. Burada mən gördüm ki, R 1, 2, 3 dənə yerdə var. Və burada görürəm ki, R də, yəni 9, 1, 2, 3 dənə var. Ona görə tapıldı bu formada. Deməli, mən Mercy-dəki bütün o hərfləri əslində tapmış oldum. Məsələn, burada qeyd edək bütün hərfləri 5, 6, 7, 8, 9. Hansıları tapmışıq? Biri tapmışıqmı? 1 tapmamışıq hələ, hə, 2-ni daha doğrusu. 2 tapmışıq, 3 tapmışıq, 9 tapılıb, 9 tapılıb, 7 tapılıb. Sonra məndə nə qalıb? İndi fikir verək burada nəyə? Məsəl üçün tapa bilərik indi hansıları? 8 də tapılıb, hə, 8 də S-dir. İndi məsələn mən 1-i tapa bilərəmmi? Bir dənə burada 1, 4 qalıb da. 1, 4 də məndə hansılardır? Yəni heç yerdə istifadə olunmayanlardır. Aha, 1-dən 4. Sonra indi bir dənə şey fikir verək. Mən bayaq dedim ki, miyan sözü ilə mayor sözünün kodları bunlardan biridir. Bu iki dənədən biridir. İndi hansı ola bilər burada? İndi bir dənə şeyə baxaq ki, burada
3 dənə ortaq hissə olmalıdır maislə miyan sözündə. Düzdürmü? 3 dənə ortaq. O da hansıdır? A, Y, bir də İ hərfləri. A, Y və İ hərfləri. Ona görə, məsələn, mən baxıram maislə mayor sözündə 3 dənə ortaq hərf varmı? Xeyr, yoxdur, 2 dənə hərf var. Düzdürmü? Ona görə də məndə elə miyanın kodu nə imiş? Elə bu imiş, elə qabağında olan imiş. Kim aydındır da. Ona görə mayorun kodu avtomatik bu olacaq. Bu tapılandan sonra məndə indi nə qaldı bir dənə? Bir dənə bax misranın kodu qaldı. Misranı da bax burada oxla göstərək. Bu da belə. Hə, indi məndə hərflər tam formada qalıb. Hansı hərf mənə lazımdır? Məsələn, birinci lazımdır da. Birinci də hansı hərfdir məndə? Məndə tapılmayanlar hansılardır? Tək olanlar. Məsələn, fikir versək 1, 3, 4. Mən bilirəm ki, bir dənə yerdə istifadə olunub. Başqa yerdə ümumiyyətlə istifadə olunmayıb məndə. Və fikir versək, məndə bunların onsuz kodu tapılıb da. Miyan sözün kodu. O da hansı hərfdir? N hərfidir. Mən bayaq dedim ki, N hərfi bir dənə yerdə istifadə olunub, düzdürmü? Daha doğrusu o hərfi də belə idi. O ilə R bir dənə yerdə istifadə olunub. Bir də hansı hərf idi? Elə Y hərfi idi. Onu da tapmışıq. Deməli, elə avtomatik bir dənə hərf olan hansıdır? N. Deməli, N-in kodu nədir? Elə 4-dür də. 4 başqa yerdə varmı? Yoxdur. Deməli, N-in kodu olacaq. Nə məndə? N-in kodu olacaq 4. Onun kodu nə olacaq? Onun kodu da 1. Bəs R-in kodu nə olacaq? Fikir verək. İndi mən burada bir dənə A-yını tapmışam. 5, 6-dan 1-də. Hələ dəqiq düzü tapmamışam. Amma 9 bir dənə qaldı tək burada. 9 da nəyə aid olacaq? 9 da aid olacaq. Deməli olacaq R-ə. Burada yazmışdıq. Nəysə. Bunu buradan silək. İndi fikir verək. Görəm hansılar qaldı məndə. 1 getdi. 1-i yazmışıq. Sonra 9 da tapılıb. 9-la da işimiz yoxdur. Sonra i tapılıb. 4 tapılıb. Burada 5, 6 qaldı təkcə. 5, 6, 7 tapılıb. Hə, 5 ilə 6 qaldı. İndi 5 ilə 6-nın hansı olacaq onu tapaq. Məsələn, 5 görüm neçə yerdə var. 5, 1, bunlar fərqləndirək başqa rənglərlə qarışmasın deyə. 5, 1, 2, 3, 4 dənə sözdə var. Bəs 6, 1, 2, 3 dənə sözdə var. Deməli, məndə bir dənə tapılmayan, yəni 5-dir. 5. Onun da kodu, yəni tapılmayan hərflərin içində 4 dənə yerdə istifadə olunmalıdır. Düzdürmü? O da hansı hərfdir məndə? A hərfidir də. Fikir verin. 1, 2, 3, 4. 4 dənə yerdə 5 var məndə. Yəni 4 dənə yerdə A hərfi var. Deməli 5-in kodu da A-ymış. 6-nın kodu bəs nə olacaq? Bir dənə hərf qaldı məndə. O da hansı hərfdir məndə? Deməli, 6-nın kodu da, bir dənə diqqətli olaq. 6 da 3 dənə yerdə istifadə olunmalıdır. Bir dənə hərfi tapmamışıq. O da Y hərfidir də deyəsən. 1, Y hərfi burada 1, 2, bir də burada. Mais sözündə 3 dənə yerdə istifadə olunub. Həqiqətən də 6-ya baxaq. 1, 2, bir də bu. 3 dənə yerdə istifadə olunub. Deməli, 6-nın kodu nə imiş? Y hərfi imiş. Bütün hərflər tapıldı. Məndən nə istəyirdi? 1-ə nə gelirdi bəs? 1-ə də aiddir. Mən burada nə tapmışdım? 1-i O. O da hansı variantdır? D variantı. 1-ə D, 2-ə B, 3-ə də C variantı. Düzdür, mən cavabı tez tapa bilərdim, amma mən bütün şifrələri hər ehtimala tapıb göstərdim. Belə, bu formada.